Salam, hər vaxtınız xeyir xanımlar. Bugün mənim böyük aylıq bazarlıq vaxtımda, yəni ki, mən digər videolarda da deyirdim ki, 2 aydan bir, yəni 1 aydan bir nadirən olur, amma 2 ay, 2 ay yarımdan bir bazarlıq edirəm. Ümumi də, hər bir şeyi də alıram və belə rahat oluram da, mənə artıq, yəni elə öyrəşmişəm deyə. Amma bu dəfə artıq 3 ay, 3 aydan da çox, 3 ay 1 həftə filan keçibdi mənim bazarlığımdan, vaxtından, yəni artıq evdə demək olar kartof belə yəni bitmişdi. Gündəlik elə evə nəsə bişirmək istəyirdimsə, alırdım, bişirirdim və yola verirdim ki, ümumi alış-veriş eləyim də, yəni onda daha rahat oluram və arxayın oluram ki, hər şeyim var. Bu belə mənim siyahımdır. Bu qədər. Birazını indi almışam, birazını da axşamüstü gedib alacağım. Tək alınmırdı deyə artıq yoldaşımı gözləmək zorundayam. Belə bazarlığımın da belə gecikməyi, yəni uşaqların xəstələnməyi oldu. Başım onlara qarışdı filan, xəstəxana, analizlər filan. Yəni belə gecikdik. Ona görə həqiqətən çox çətin oldu. Yəni heç bu qədər hər şey bitməmişdi evdə. Demək belə bir düy almışam. Demək olar ki, həmişə bundan alıram. Bir də biri var idi, Sultan idi, səhv etmirəmsə ondan. Amma ən çox bundan alıram. Yəni ki, artıq öyrəşmişik, xoşumuza da gəlir. Yəni bizi qane edir. 5 kilo gedir hələ. Sonra belə ton balığı almışam. Bunlar həqiqətən çox dadlıdır. Düzdür, super fresh var, sonra dardanel var, onlarla dəhşətdir. Amma ki, onların da bildiyiniz kimi qiyməti həddindən artıq bahadır. O, səhv etmirəmsə, biri 6 manatdır, 6 manat neçə qəpik. Amma bunlar İran dükanlarında satılır, 3 manatdır biri. Bunlar da əlverişlidir, yəni ona baxanda. Birdən sağ etdim. Mən bir neçə yerdən alış-veriş edirəm. Yəni əvvəl təkcə Araza girirdim. Bir dənə Arazdan alış-veriş edirdim. Amma indi bir neçə marketə girirəm, sonra İran dükanına girirəm, bazara girirəm deyə fərqli yerlərdən alım. Bunu süp üçün istifadə edirəm. Çox qəşəng alınır, çox şişmir. Süpü palçığa döndərmir. Belə bir soda, yəni istifadə edirəm arada bir əlim maşında olsun deyə. Alma sirkəsi. Bunu diyeta filan olanda içirəm. Amma belə yekəsini alıram göyərtilər filan yeməyə. Belə çay. Bir neçə çayı qatışdırıram bir-birinə. Bu dəfə kisləyin olub. Heç fikir verməmişim. Bir də bu şəhriyə idi də, səhv etmirəmsə, türklər şəhriyə deyirdi. Düyünün içinə filan qatırlar. Qızardırsan, qəşəng görsənir. İlk dəfə də aldım. Heç almamışım. Burada belə bir lavaş almışam. Bunu da alıram, börək filan edirəm. Sanki bazarlıq edəndə onu almasam nəsə düz olmur. Sonra belə bir çempion çayı. Tost çörəyin artıq qızım tost edib. Belə bir Holland pendiri keçən dəfə də bundan almışdım. Çox bəyəndik, həddindən artıq. O qədər belə qəşəng dadı var, qoxusu var, çox ləzzətlidir. Düzdür, dəhşət bahadır, amma çox dadlıdır həqiqətən. Burada smetan var. Bu nəsə tələsiyə düşdü. Heç oxumadım, eləmədim. Elə götürdüm əlimə. İlk dəfə də alıram, səhv etmirəmsə. Bilmirəm, heç almışam. Bəlkə də o qədər nadir olur ki, yadımda qalmır. Sonra belə bir kefir. Qəşəng ləzzətlidir. Kefir sevənlər, yəni bir buna nəzər sala bilər. Sonra belə bir yoğurt. Bundan 2 dənə idi. Birini qızım açdı. Onda biraz dadına baxdım. Pis deyil. Sonra belə bir kofe. Bunu inanırsınız ki, hər zaman alıram. Yəni məşhurdur da, neçə ildir istifadə edirəm. Hər zaman üstünə 170 qram yazılırdı. 170 qram. Yəni 1 kilo 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 170 qram. Yəni 1 kilo
Evdə də var. İndi gətirib müqayisə etdim ki, onda 190 qram yazılıb. Bunda 170 qram. Amma eyni boydadır, yəni bankası. Heç bir fərqi yoxdur. Sonra bir belə qarux aldım ki, elə belə yeməyə və yaxud da nəsə salat eləməyə. Korjik almışam qızım üçün. Ketçup. Bundan ilk dəfədir nəsə. Üzünün şəkili xoşuna gəldi, yoldaşımı götürdü. Çox iştahatsız deyil, görsənir. Bundan alınır. Belə. Bunun çox gözəl dadı var. Həqiqətən bu acıdır, acı sevənlər üçün. Amma bunun çox qəşəng dadı var. Sonra belə barbekü sos. Və belə xardal. Sonra belə olmazsa olmazım mənim kəsmiyim. Bunları dəhşət sevirəm. Və 9%'ını, yəni ki o faiz az olanların heç bir dadı yoxdur. Sonra belə bir şokolad, yəni diyetaya oturacam. Öncədən yeyib sonra oturup. Kimlər belədir. Acısını çıxardıb sonra davam edəcəm. Bir də xanımlar çox ucuz demişsiniz ki, yəni paket şıkıldadırsınız. Bunu çəkin sonra səsləndirin. Mənim yaddaşım xanımlar o qədər zəifdir ki, həqiqətən həddindən artıq. Yəni mən sonradan söz tapıb yaza bilməyəcəm. Ona görə belə mənə rahat olur. Bu duz, yəni ki, pastayla mən bundan istifadə edirəm. Bir ara aldım iri duzdan istifadə etməyə. Amma mən onun artıq buna öyrəşmişəm deyə, süfrədə də, yeməkdə də bunu istifadə edirəm. Bunu öyrəşmişəm deyə, mən artıq o birisi duzu kontrol edə bilmirəm. Çox tökürəm, yemək həddindən artıq duzlu olur. Ona görə geri buna qayıtdım. Sonra belə sarımsaq aldım. Əvvəl xanımlar sarımsaq payızda, sarımsaq, soğanı falan. Kartof heç kartof kənddən gəlirdi. Amma soğan, sarımsaq çox alırdım. Və hamısı körlanırdı, içi boşalırdı, eləyirdi. Soğan bitirdi. Əvvəlki kimi yaxşı olmur soğanlar. İndi bilirsiniz ki, hamısı bitir, belə pis olur. Amma artıq daha belə alışverişlərdə alıram. Sonra burada çoxlu konfet almışam. Bunu nəsə ilk dəfə aldım. Gözümə də ilk dəfə sataşdı. Bu pis deyil. Bir kofe dadı verir bir şey. Sonra bundan, bu mənim ən sevdiyim bu. Hətta bunun əvvəl daha başqa cürə idi. Yumru idi içi. O daha gözəl idi. İndi belə uzun solu olub. Glazuru azdı. Dadı sanki əvvəlki kimi dadı. Bundan da almışdım bir neçə dənə. Onu yedik artıq. Sonra belə batonçik. Bu bizim olmazsa olmazdı. Hər zaman alırıq. Bir şey qalanda ki, qərarsız nə alaq, konfet. Onu götürürük. Mən xoşlanmıram, amma evdəkilər yeyir, onu sevir. Bu karovka bilirsiniz ki, klassik. Sonra karakum. Bunlar qəşəngdir. Mənim çox xoşuma gəlir belə pendirli, duzlu, qəşəng çıtır-çıtır nəsə. Amma ki, bir dənəsini dilinizə vurdunuz, gedir də davamı, yəni durmursuz. Bu da onun kimi bir şeydir, amma bu daha duzludur. Bir də belə bir şey. Bunlar atışdırmalı olaraq almışam. Bu üzümdür. Bunu çox aldım. Bu evdə inansız məndən başqa yeyən yoxdur da, yəni düyüyə belə uşaqlar yemir deyə vurmuram da. Elə qıraqda qızardıram, öz plovumun üstünə ya da yoldaşımın üstünə vururam. Uşaqlar bunu dilinə vurmuş.
Sonra bir də araxis. Yumru düyü. Yumru düyü həqiqətən belə artıq bir çox şeyi mən İran dükanından alıram. Nəinki marketdən. Marketdən, например, qramajı azdır, qiyməti isə bundan daha çoxdur. Sonra belə isot almışam. Çiğ köftə eləmək istəyirəm. Bu pul biber. Bunun kilosu necədir? 15 manat. Sonra merci. Гречка. Bulgur. Bu xırda bulgur iminə üçün. Çiğ köftə üçün. Sonra belə qaysı aldım. Qaysıların qiyməti də dəhşət böyük, yəni. Bilmirəm bu qiymətlərin axı nə olacaq. Sonra bir də belə melisa çay aldım. Bu həqiqətən dəhşət bir şeydir, xanımlar. Kimin ki əsəbi gərgindir, həyəcanlıdır, yəni belə özündən asılı olmayaraq da. İndi bilirsiniz ki, hər kəsin həqiqətən əsəbləri dəhşətdir də, bərbad gündəlik. Bu o qədər gözəl sakitləşdirir adamı ki, siz elə sakitləşirsiniz ki, sanki belə idiniz də, yəni dərmanda biraz fərqli sakitləşmə olur da. Yəni dərmanı içdiniz, yuxunuz gəlir, çox belə qəribə gücsüz hiss edirsiniz. Amma bu sizi elə sakitləşdirir ki, sanki elə belə anadan gəlməsiniz, belə sakit insan olmuşsunuz da. Sanki yoxmuş kimi də içməmsiniz. Çox gözəl bir şeydir, həqiqətən. Kimdə ki, əsəbi gərgindir, istifadə edə bilər. Əlbəttə ki, allergiyası falan yoxdursa. Sonra belə Gerkulesi də bu dəfə ilk dəfə idi ki, kilo ilə alırdım, yəni ilk dəfə səhv etmirəmsə, mən bunu avışına qutuda alıram, amma qutuda sən demə səhv etmirmiş. Sonra manna kaşa, bunlarda mən səhərlər yemək hazırlayıram, yəni yaxşı olur sonra. Kətan toxumu, diyetanın olmazsa olmazı. Sonra mayonez aldım bir dənə. Bundan yəni hər dəfə alıram. İndi o demək deyil ki, hər dəfə salat eləyirəm. Sadəcə indi olur mu xaladilnikdə dönər filan eləyəndə, nəsə pizza eləyəndə, nəsə bir şey eləyəndə vururum. Sonra belə bir dənə pizza verilmiş skumbriya aldım. Dəhşət bir şeydir. Farel almışım. Bu da həqiqətən çox gözəldir. 2-3 ildir ki, yalnız bundan alınan əvvəl fərqli balıqlar alıb yeyirdim. Amma bu lap gözəldir də, hamısından gözəl elə budur. Həm tıxı azdır, həm yağlılığı yerindədir. Əti çoxdur. Yəni uşaqlara nəpəmə çox vaxt balıq verməyə qorxuruq ki, tıxı çox olur, xırda olur və çətin olur. Amma bu çox rahat. Mən balığın vallahi hər cürəsini sevirəm də, həqiqətən. Yəni balıq olsun, buğlaması, qızartması, konservası, hər şeyin. Sonra belə bir çips aldım, qızım istəmişdi. Qənd aldım. Qənd çox xoşuma gəldi, bir şəffaf bir şey, parıltılı. Deyəcəksiniz, qəndin nəyə xoşuma gəlir? Sonra limon aldım. Onu Arazdan almışım, kilosu 5 manat. 1 kilo 62 qram almışım. Zirinçdir bu da. Zirinç. Sonra bu da nanəli noğul deyək də, noğul kimi bir şeydir. Məncə noğul belə. Bilsək kişnişdə noğuldur. Bunlar çox yaxşıdırlar, yəni. Masum görsənir, daha bilmirəm nə qədər kalorisi var. Sonra şordur bu. Pendirli şor deyirlər onunla. Bu sadə şordur, bilinçikə vurmaq üçün.
Bu isə pendir. Bu saçaq pendiridir. Hissədə verilmiş, ikisi hissə verilmişdir. Bu sadədir. Ətrini qəşəng gəldi. Bir də həqiqətən bu videolarda nəfəmər çox bura yazanlar olur ki, tipa bəxtəfərsən, bu qədər bazarlıq eləyə bilirsən, yəni siz yəqin ki, özünüz də görürsünüz ki, burada qeyri-adi heç bir şey yoxdur. Elə standart hər kəsin aldığı bir şeydir. Yəni qeyri-adi heç almamışam. Sadəcə çox hamısını birdən alıram deyə çox görsənir gözə. Halbuki mən dediyim kimi hər ay bazarlıq etmirəm, hər dəqiqə mən marketə girmirəm. Marketə girsəm nadirən dediyim kimi həftədə bir dəfə yumurtaya, südə filan, süddəki indi marketdən almırıq da. Ona görə, yəni mən elə eləmirəm. Mənim üçün elə bunu eləyirəm, 2 ay yarım, 3 ay mənə rahat gedir, ərminə yatıram, olur. Yəni eyni şeydə, istəyirsiniz siz həftədə bir dəfə gedin, bazarlıq eləyin və yaxud da ki, 2 aydan bir eləyin. Belə arxayın olsa, rahat olsa, həm bərəkətli olur həqiqətən. Marketə, tutaq ki, siz hər gün marketə girdiniz, bir şey aldınız. İndi bu aralar mənim ərzaqım qurtarmışdı, elə idi. Həqiqətən, tutaq ki, mənə qənd lazım idi, yox. Mən qənd alırdım, onun yanına da başqa bir şey, onun yanına da digər bir şey. Boş-boş şeylərə mən nə qədər pul vermiş olurdum. Amma belə mən marketə girmirəm, bildiyiniz kimi marketə az girdin və yaxud da ki, necəsə gözün görür, istəyirsən alırsan da, həqiqətən. Amma ki, belə rahat olur, həm belə çox görsənir deyə, həqiqətən elə bir ki, mən nələr almış kimi oluram. Amma hər gün mən bunu geçsəm, bir alsam, heç gözə görsənməz. Yəni, ona görə belə daha rahat, belə bərəkətli, həqiqətən belə dolmalıq bibar almışam, salata filan vurmağa. Bizdə bibarlı dolmanı çox sevmirlər, amma yenə də aldım, çox gözəl görsənirdi. Sonra belə xiyar aldım. Sonra belə bir zeytin, düzdür, bunu marketdən almamışıq. Bunu yoldaşım iş yerinə gətirmişdi, oradan almışdı. Bu 5 bankaydı, artıq birini açmışıq. Təsəvvür edin, yoldaşım evdə olanda bunun birini açır, bir günü yiyir, qutarır. O dərəcə sevir, yəni. Bunlar da həmçinin, bunlar da elə oradan almışdı. Bu şampundur, bir də 2 dənə serumdur. Buna səhv etmirəmsə 15 manat verib. Dediyinə görə Almaniyanın dedi, oradan gətiriblər. Buna səhv etmirəmsə 15 manat vermişdi. Burada isə 20 dənə sabundur. Qramı da yaxşı idi. 140 idi, 170, 150 qram. Yəni qəşəkdir belə əldə. Burada da 20 dənə olmalıdır. İyisi də qəşəkdir, belə çox kimyəvi iyisi yoxdur da. Yəni rahatdır, belə даже şeyə girirsən, hamama girirsən, ətri elə qəşək hər yanı basıb ki. Sonra burada pesok var. Neçədən almışam? 3, 5, 6, 7, 8 dənə. Yəni pesok qədər çox gedir ki, çayxlar da bizim evdəkilər. Sonra belə soğan aldım. Soğan münasib idi. Yəni biraz soğan. Mən dəhşət soğan istifadə edənəm də. Həqiqətən. 2 bağlama aldım. Birini Arazdan, birini Tamstordan. Tamstorda nəsə bəyənmədim. Yaxşı deyil idi. Azaldım. Belə bir kartof. Sonra kök. Və kələm. Mən bazarlığım bu qədər. İndi davamını edəcəm. Onu digər videoda yəqin ki paylaşaram. Orada da kimyəvi şeylər almalıyam. Sonra ət filan almalıyam. Bəzi şeylərim qalıb. Onları ki, lap belə arxayın, rahat olum da. Onları tamamlamasam mən narahat olacam. Həqiqətən Allah hər kəsə ruzi bərəkət versin. Ürəyiniz istəyən hər bir şey ala biləsiniz həqiqətən. Heç kəsin yəni gözü o marketin rəflərində qalmasın. Uşaqlarınıza istədiyi hər bir şey ala biləsiniz. Çünki ən çox bilirəm ki, uşaq nəsə istəyəndə ala bilməyən insanın içində o çox yəni buruq qalır da. İndi biz öyrəşmişik, birini alırıq, birini almasaq da olar. Həqiqətən Allah hər kəsə bol ruzi bərəkət yetirsin. Hər istədiyinizi ala biləsiniz. Sizdən də bir dənə xahişim var ki, mənim kanalıma abunə olasınız. Həqiqətən bu alış-veriş videolar çox gözəl, yəni baxış yığır. Amma yəni heç kəs abunə olmadan izləyir hər kəs. Ona görə abunə olsanız çox sevinərəm. Sağ olun.